Herkese yeni bir günden sağlıklı, nicesi inşallah geldikçe uyarsınız. Bugün bir yerde səhər durmuşuq. Omlet pişireceğim ve sizleri de çekeceğim. Çaynikin kaynadı. Siz de koymuş tatibi ve birlikte danış iş görəcəyik. Deməli, tarifdə bizə 3 dənə yumurta deyil. Mən sadəcə 3 gecən verirmişdim. Çox olmuş deyə 2 dənə götürürəm. Çox olmuşdu. Sonra bir qaşıq un lazım olacaq və yağ. Yağdaki yumurtaları götürəcəm. Başlayaq. Götürməni qoyun qıraq olsun. Başlayaq. Önce birinci tabanı çıxardım. Bir de balaca bir taban var. Bunu sileceğim. Sonra ne yiyecektim? Birinci bunun içerisinde karıştıracağım. Taban koyun. Bir de kefalacı çırpıcımı götürdüm. Deməli, yeni bir çırpıcım. Bu ne bir oldu? İki tane yumurtanı sınıraq. Yaxdıq döktük. Bir yerləşdirək. Tamam, göstərəcəyim. Ağzına gəlin deyəcək ki, bir tane sizdən bilirsin. Bir kaşık un. İstəsəniz siz de yedirlərsiniz birlikte. Əgər videoyu səhər baxırsınızsa. Bir kaşık belə un götürdüm. Döktüm. Və 2 kaşığı lazım. Böyle çekeyim. Bir yemek kaşığı da böyle oldu. Bu kalsın burada. Birincisine kalsın. Tavanın altında yandırdım. Ben yağı koyabilirim. Benim çok yağ lazım olmayacak çünkü özümün içinde 3 kaşık vermiş. Ona göre çok da istemiyorum yağ olsun. Bunu karıştırmayı tez. Bize bunu görmedik. Neyse bunu karıştırım geldim dostlar, uzun çekmesin. Dostlar belə töktüm onu da. Oy. Gözləyirəm, indi pişirəcək birazdan. Dostlar bakın biraz burası bile çatladı ama işin olmadı. Geçen defa çok geçen olmuştu. Yani hiç çatlamamıştı ama çok tatlı görsenir. Ben de yiyeyim, nuş olsun. Dostlar bu da beləm hazırdı yemeğimizden. Oturup yiyeyim. Şimdi çay dedim şu an. Mənə nuş. Kimə yiyirsə də ona da nuş. Deməli dostlar, necə eləyək bilmirəm bu
videonun üstünə səsini yazacağımı da bilmədiyim üçün ona görə çox az səsini yazacağım. Deməli, mən sadəcə bir fikirlərimi danışmaq istəyirəm. Bu video, yəni bundan əvvəl çıxan video o birindən də əvvəl çəkilib. Yəni məndə bir qarışıqlıq oldu. Ürəyim partladı, ona görə tez məktəb alış-veriş videomu çəkmək istədim, sizə atdım. Ona görə belə oldu. İstədim ki, kiçik də olsa bir açıqlama edeyim sizlər üçün. Gecə-gecədəki könlümə belə bir marojna düşmüşdü. Ona görə ata etdim ki, marojna ala bilərsən. O da getdi, qabda aldı. Əslində mən belə Bakı bulvarından istəyirdim. Keçən dəfə yemişdim, bəyənmişdim, dedim bu dəfə də yeyim. Amma o getdi, qabda aldı ki, sən dördümüz də, anam, atam, qardaşım, mən, yəni hamımız doyaq. 2 dənə belə soğuk, biz soğuksuz yaşaya bilməli dediyim kimi. Belə bir sırkatiçka və pendir almışıq. Gecə-gecə ki, boğazımızı gəldirməsi olmazdı yəni. Bir gündən hər kəs salam. Necəsiniz? İnşallah gəldiniz, çox yaxşı olarsınız. Bugün vlogumun ikinci hissəsini çəkirəm və davam edirik. İndi gəlin bir dənə gözəl keçiş eləyək. Axşamdakı dostlar kebab sifariş verdi. Yəni əslində sifariş verməni necə deyim, sizə də burada göstərirəm. Heç kim yemir, gözləyir ki, mən çəkim ondan sonra. Sifariş vermək necə idi deməli? Onu da deyim ki, biz qardaşımı göndərdik və məsələn qovurma restoranı var. Məncə tanıyırlar, bir çoxunca Balaxanlı olan hər kəs tanıyır. Biz oradan sifariş verdik və gətirdi qardaşım özü. Yəni zəng edib demişdik də belə qısacası. Burada da gördüyünüz kimi qardaşımla bir yerdə şahmat oynayıram. O mənə qalib gəldi, sonra isə atam ona qalib gəldi. Yəni qısacası belə getdi. Dostlar, evdə təmir gedirdi. Ümumiyyətlə səs yazmaq mümküniyyəti yoxdur da, yəni çox çətindir. Amma mən yenə də sizlərə səs yazmaqdan vaz keçmirəm. Deməli dostlar, mən bu vlogu 2 gün eləmək istəyirdim, amma çox təəssüf ki, 2 günü ancaq 5 dəqiqə falan oldu. Mən ona görə 3-cü gündən davam elədim və 3 günlük olub. Bu vlog yəni əgər mənim kanalımda belə davamlı vloqlar görmək istəyirsinizsə, mütləq kanalıma abunə olub, like atmağı unutmayın. Çünki mən də sizlər üçün çalışıram və artıq 167 abunəmiz var. Görək bu videonun paylaşımında nə qədər abunəmiz olacaq. Əgər indicə, yəni bu saniyə kanalıma abunə deyilsinizsə, mütləq girin kanalıma abunə olun. Çünki bu səs-küydə mən bunu necə bacarıram, heç özüm də bilmirəm. Vallahi mən deyirəm. Allah haqqı yox. Baxmayacağam. Və sizlərə də gördüyünüz kimi orada evin çox kiçik təmir hissəsini göstərdim. Əslində təmiri sıfırdan mən çəkirəm hələ də. Sadəcə onu hamısını birləşdirib bir vlog halına gətirəcəm. Onu ən sonunda ev hazır olanda, ev deyim otaq. Yəni anam gəlib otağını təmir edirik. Dördümüz də bir yerdə. Ən çox anamla atam çalışır, ən çox da atam çalışır. Amma biz yenə də yəni kiçik bir köməkçi olaraq atama kömək edirik. Burada da gördüyünüz kimi öz oyunumuzu oynaya-oynaya sizlərlə səs yazıram. Çünki mən bilirəm həmişə nə yazmaq lazımdır. Ona görə yəni heç dayanmıram. Bu vlogda ikinci qabda olan dondurmadır. Bu da və buralar hər yer dağılır, tökülür. Buralar vəbşə ümumiyyətlə Allah rəhmət eləsin məsələsidir. Evdə remont gedir deyə biz məcburuq belə həm anam da kömək edir, məsələn, hərdən bir də mənlə qardaşım. Atamla anam bir yerdə onlar köməkləşib eləyirlər deyə biz də qalmışıq burada. Yeyib dökürük sanki buralar hər şeyi. Ona görə buralar belə nə gündə qalır. Belə bir fikrim var ki, mən sizə belə eləyəcəm və davamını təmiz halda göstərəcəm. Və birinci sloyumuzdakı hazırda evdə işlər gedir, səs-küy olsa üzülür sayın. Bir isə 3-cü partimizdir, bunları silim, sonra da bunları yuyacam. Və belə dostlar, gördüyünüz kimi hər yer bu dəqiqə işıq yandırım. Gördüyünüz kimi hər yer tərtəmizdir və buralarda bütün sərgələmiş. Bayaq gördüyünüz buradakı dağıntılarda hamısı təmiz olub. Eyni zamanda bu stolda da hər şey səliqəlidir. Burada da çaynikim də qaynayıb, belə onu da indi dəmdəmləyəcəm. İndi dəmin içindəkiləri atım. Amma bunu yemamışam. Neysə, görmədiniz. Bunu da içindəki indi bir dəqiqə söndürməlsin partlayır. Tez mən bunun içindəkiləri atam və yeni bir dəmdəmləyim. İndi əsas məsələ dəmin qaynamasını gözləməkdir.
Bu arada bunlar Yusuf'dan təzə aldığımız dəsmallardı. Çox bəyəndim. Həqiqətən mən də, mamam da çox bəyəndi. Çünki o qədər gözəl su çəkir. Tez də quruyur suyu sonra özündə. Yəni çox bəyəndim. Mütləq gördünüzsə mütləq alın. Bu arada paçkada 3 dənəsi 5 manat 50 qəpiyə idi. Gündəki vloqu da çəkmişəm. Mütləq girib baxa bilərsiniz. Mağazalara gəzmək vloqundadır. Dostlar, bu arada sizlərə bir sualım var. İstəyirəm ki, sizdən soruşum ki, bəs ev nə gündədir? Yəni çünki tozdur, şkurkalayıb eləyiblər otağı. Bütün hər yer tozdur. Otağın da pəncərəsi var deyə bizim evə vurur, ümumiyyətlə hər yer toz olur. Ona görə sizdən bir şey soruşmaq istəyirəm ki, siz istəyirsinizmi təmizlik vloqu çəkim? Çünki onsuz da evi topdan yığışdıracağıq anamla birlikdə. Yəni əgər topdan istəyirsinizsə çəkim, təmizlik vloqu mütləq rəylərə yazın. Dostlar, 3 günlük vloquma da like atmayı unutmayın. Bu arada kanalıma da abunə olun, yadınızdan çıxmasın. Mütləq. Bugünlük isə bu qədər. Sağ olun, salamat qalın. Bay bay.